Dünya və Avropa çempionu, Olimpiya mükafatçısı, güləşimizin fəxri Hacı Əliyev bizimlədir. Uşaqlıqda bir gün dünya çempionu olacağam deyirdinizmi? Sözsüz ki, mən güləşə gəldiyim zaman düşünməzdim ki, bu qədər uğurlar əldə eləyərəm. Yarışdan əvvəl hər hansısa bir uğur rituallarınız varmı? Müəyyən bir musiqi, dua və yaxud da kiminsə danışmaq? Deyərdim ki, ən çox dəstəkçim, ən çox dayaq, ən çox bu yolda kömək olan mənə gəlir ki, mənim atam olur. Güləşə başlayanda sizi ən çox kim ruhlandırır? Ailə, müəllim, yoxsa sırf özünüz? Yarış günü mən çalışdığım qədər heç kimlə kontakt qurmamağa hər zaman çalışmışam. Gənclər sizə çox baxır, sizi çox sevir. Onlara motivasiya üçün bir cümlə desəniz nə olardı? Nə qədər ki, gəncdirlər, sağlamdırlar və əllərində bu gənclik imkanı var, bundan düzgün şəkildə istifadə eləsinlər. Təşəkkür edirəm dəvətiniz üçün və belə deyərdim ki, istəyərdim estafeti digər bizim məşhur çempionlara buraxaq. Uşaqlıqda bir gün dünya çempionu olacağam deyirdinizmi?